Salam aleykum, hardayam? Qobul Vatan yolundayam. Bir dənə sizin günün cekpotu. Kupçalı 30 min illik ödənişdən 2 mərtəbə ev seçməyə gəlmişəm. Ümumi qiymət bilsə neçədir? 50 min. 20 min qalır, o da gündəlik 20 manata. Brində ailə gör nə qədər edir. Qiymət ala, evin özəli 600 splaşına yuxarı kəmərdir, qoşa, daşdır, ev gözəl, qiymət amma hamısından gözəldir. Valla bu qiymətə bugünkü gündə ev yoxdur, sənəddir. Belə boylanırsan yolun qırağını görürsən. Yeri çox gözəl yerdir. 567, 140 hamısı işləyir. Bax koridora bax. Yolların gözəlliyinə bax, genişdir. Burada gəldik. Bir dənə çox böyük burada yataq otağı var. Çox böyük yataq otağıdır. Ölçülər yaxşıdır. Qiyməti hamısından gözəldir. Buradan da gəldik. Bir dənə burada çox böyük hamam sanuzeldir. Hamam sanuzel bax tam təmirdir. Bax burada ayrıca yeri, şkaf qoymağa yeri. Tam təmir, çox gözəl təmiri var. Bir dənə də burada çox böyük, həqiqətən də çoxun da çoxu böyük mətbəxtidir. Ölçün görsün. Burada da promo balkon, qabağı balkondur. Yolun qırağıdır. Belə boylanırsa marşrutini keçdi gördüm. Və yolun qırağıdır demək olar ki. Bir dənə indi opsiya aşağı ilə də tanış olaq. Kürsülü də. Yəni aşağıda da bir dənə mətbəxti var. Aşağıda da mətbəx mebeli var. Yəni aşağıda qanuni mərtəbədir. Mərtəbə kimi düzəldiblər ya da. Həyətinə maşın girir, artıq yerinizdə qalır. Baxın, üstü paketdir. İndi aşağısı ilə sizi tanış edeyim. Aşağıda da 2 otaq, 1 mətbəxdir. Ümumilikdə 5 otaqdır. Baxın, splaşına bax, kəmərdir yuxarısı. Pəncərələr boşdur. Xırda para işləri var, onları düzəldir. Hamısını birləşdirir, bir-birinə qoğalan, korluq çəkməsin. Burada bir dənə buranı zal eləsin, 2 otaq kimi də istifadə eləyə bilərsən. Və buradan gəldi, buranı. Və burada bir dənə çox böyük mətbəxti var. Bunu da hal-hazırda düzəldir, iş görür burada da. Və mətbəxtidir. Yay mətbəxti kimi də istifadə eləyə bilərsən ya da ki, o kirayə ayrıca düzəldir, biraz da gəzdirib kirayə də verə bilərsən. Orada hamam sanuzelidir, daha yaxından göstərmirəm. Gəlində baxarsa o da təmirlidir. Bir dənə də burada yataq otağıdır. Yəni qiymətinə görə əladır. Sağ ol.